Bacısını və anasını döydüyü üçün atasını 7 bıçaq zərbəsi ilə qətlə yetirən Ayxan Vəlizadənin məhkəməsi davam etdirilib. Unikalın verdiyi məlumata görə Bakı Azadlıqlar Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə zərərçəkmişlər dindirilib. Ayxan Vəlizadənin anası Sevinç Vəlizadə bildirib ki, hadisə həyat yoldaşı İftixar Vəlizadə qızını məktəbə aparıb qayıdandan sonra baş verib. İftixar gedəndə dedi ki, dayanın siz, qaydanda ikinizlə, səninlə də qızınla da ciddi söhbətim olacaq. Qayıdıb gələndə çox qəzəbli idi. Məndən çay istədi. Sonra qızımı çağırmamı istədi. Çağırsam da qızım ondan qorxub yaxına gəlmədi. Gedib otağına gizləndi. İftixar qəzəblənib otağın qapısını çırparaq içəri girdi. Vazanı qızımın başına atanda qızım zərbədən yayındı. Mən mane olmaq istəyəndə məni itələyib taxta ilə qızın başından, çiyin və belindən vurmağa başladı. Mən taxtanı ondan aldım. Bundan sonra mətbəxdən götürdüyü bıçağı qızın kürəyinə vurmaq istəyəndə tez bıçaqdan yapışdım. Bıçaq barmağımı kəsdi. Qan barmaqlarımdan süzülməyə başladı. Oğlum Ayxan məni belə görəndə elə bildi ki, İftixar məni bıçaqlayıb. İftixar bir əli ilə qızımın saçından tutaraq dartırdı. Oğlum Ayxan onun bıçaq tutan əlindən yapışdı. Əlbəyaxalaşmada necə oldu bilmədim. Bir də gördüm İftixar bıçaqlanıb. Onun qan aparır. O bu halda güclə həyata çıxdı. Ayxan onu kömək etmək üçün ardınca gedəndə onu yerdə qan içində yıxılmış vəziyyətdə gördü. Oğlum elə oradaca 102 və 103 xidmətlərinə zəng elədi. Yoldaşım qızımı oğlan qrup yoldaşları ilə söhbət edən görmüşdü. Ona görə də qızım onun gözündə pis övladı idi. İftixar zərərli maddələr qəbul edirdi. Ata-anasına qarşı da çox sərt və qəddar idi. Məhkəmədə şahid qismində Ayxan Vəlizadənin bacısı ifadə verib. Qrup yoldaşlarımla metroya doğru gedirdim. Taksi xidmətində olan atam təsadüfən orada olarkən mənim oğlan qrup yoldaşlarımla söhbətimi yanlış anladı. Əsəbi halda mənə əmr elədi ki, tez maşına əyləşim. Yol boyu durmadan pis sözlərlə məni təhqir edirdi. Gəldi evə. Atam anama bu da sənin tərbiyə verdiyin qız. Onu oğlanlarla söhbət edəndə gördüm. İndi gedirəm qayıdıb ikinizin də canını alacağam. Atam qaydanda əsəbi halda otağıma gəldi. Məni əxlaqsız pis söyüşlərlə söydü. Əlinə keçən vazanı mənə atanda yastığı qabağa tutduğum üçün mənə dəymədi. Bu onu daha da qəzəbləndirdi. Saçımdan yapışıb sürməyə başlayanda o biri əlində tutduğu taxta ilə bədənimin müxtəlif nahiyələrinə vurmağa başladı. Anam güclə taxtanı onun əlindən aldı. Atam sonra gedib gətirdiyi bıçaqla belimdən vurmaq istəyəndə anam özünün qabağa verib bıçaqdan tutdu. Bu zaman anamın əli kəsildi. Əlini qan aparmağa başladı. Bunu görən qardaşım Ayxan elə bildi ki, atam anamı bıçaqlayıb. Müdaxilə etmək istəyəndə bu bədbəxt hadisə baş verdi. Qardaşımın atamı öldürmək niyyəti yox idi. O sadəcə bizi müdafiə etmək istəmişdi. Atamın pis vərdişləri var idi. O narkotik vasitələrdən istifadə edirdi. Eyni zamanda içki içirdi. Məhkəmənin növbəti icrası avqustun 12-sinə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi Gülçülü savxozu ərazisində baş verib. İttiham aktına göstərilib ki, həmin gün saat 21 radələrində Ayxanın atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadə qızını dərsdən qayıdarkən yolda bir oğlanla gördüyünü bəhanə edərək onu döyüb, hətta evin mətbəxindən bıçaq götürərək ona xəsarət yetirmək istəyib. Daha sonra Ayxanın anası buna mane olmaq istəyəndə atası ona da xəsarət yetirir. Ayxan atasının bacısına və anasına yetirdiyi xəsarətlərini görüb onu əməllərinin qarşısını almağa çalışır və o atası ilə əlbəyağı olur və bıçağı onun əlindən alaraq zərərsizləşdirir. İstintaqla müəyyən edilib ki, o həmin bıçaqla atasının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Bununla da Ayxan Vəlizadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham rədd edilib. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.